Salam. Sual 1. M natural ədədini 5-ə böldükdə qalıqda 3 alınır. M kvadrat üstəgəl 6 üstəgəl 5 ədədini 5-ə böldükdə qalıqda neçə alınır? Qalıqda alınan kəmiyyəti gətirin misalda yerinə qoyuram. Çox əlində. Deməli, olacaq 3-ün kvadratı üstə gəlsin 6 vurulsun 3, üstə gəlsin 5. 3-ün kvadratı eləyir 9, 6-nı 3-ə vuranda 18, üstünə də 5 gəlməliyəm. 9-u 18-ə vuranda 9-un üstünə daha doğrusu 18 gələndə 27, 27-nin üstünə 5 gələndə eləyir 32. Alınan cavabı da bizə bunu neçəyə bölməliyəm? 5-ə bölməliyəm. 32-ni də 5-ə böləndə qalıqda düşəcək 2. Bizə qalıq lazımdır. Cavab olacaq B variantı. İkinci sualda diaqramda verilmiş A ədədinin sadə vurğularının sayını tapın. Deməli, bizdə var sadə vurğuların 2-dir, 5-dir, 7-dir. 2-dən baxıram 3 dənədir, 5-dən 4 dənədir, 7-dən də 5 dənədir. Sadə vurğuların sayını tapanda üstlər toplanır. 3-ün üstünə 4, üstünə də 5 gəlir. 3-ün üstünə 4, 7, 7-nin üstünə 5 gələndə cavab eləyir 12. Daha sonra 3 ədədinin neçə sadə vurğu var? 3 ədədinin sadə vurğuları ayırsam, 300-ü 2-yə böləndə 150, 150-ni 2-yə böləndə 75, 75-i 3-ə böləndə 25, 25-i 5-ə böləndə 5, 5-i də 5-ə böləndə eləyir 1. Bizdə oldu 2-dən 2 dənə, 3-dən 1 dənə, 5-dən də 2 dənə. Neçə sadə vurğu istəyirsə, sadə vurğudan tapan dedim üstlər toplanır. 2-nin üstünə 1, üstünə 2 gəlsəm, 2-nin üstünə 1 gələndə 3, 3-cü üstünə 2 gələndə eləyir 5. Dördüncü sual. A bölünsün B 7-3 nisbətində olan 2 natural ədədi üçün əbob AB 5 olarsa, əkob AB-ni hesablayın. Deyirəm ki, A bölünsün B 7-3 nisbətində olarsa, A-ya deyəcəm 7T, B də olacaq 3T. İndi əbobu hesablasam, əbob A-nın B-nin əbobunu hesablayıram. A-nın yerinə qoyuram 7T, B-nin də yerinə qoyuram 3T. 7T və 3T-ni sadə vurğularına ayıraq. Deməli, 7T 7-yə bölünür, düşür T, T də T-yə bölünür, düşür 1. 3T 3-ə bölünür, düşür T, T də T-yə bölünür, düşür 1. Orta vurğuların altına xətt çəkirəm. Deməli, mənim əbobum nədir? T-dir. Və misalda özü verib ki, əbob məndə 5-ə bərabərdir. Belə çıxır ki, T məndə 5-ə bərabərdir. T məndə 5-ə bərabərdirsə, aldığım 5-i gətirib yerində qoysam A-nın B üçün, onda 7-nin 5-ə vuranda 35, 3-ü də 5-ə vuranda eləyir 15. Deməli, A məndə 35-dir, B də məndə 15-dir. İndi əkobu tapsam, əkob A, B-ni istəyir çünki bizdən. Deməli, böyük edədim 7T idi, digərində altından xətt çəkim, yəni 3-dür. 7T-ni 3-ə vuranda eləyir 21T. 21 vurulsun, T-nin də qiymətini tapmışam, nədir uşaqlar? 5-dir. 25-də 5-ə vuranda 105 oldu. Digər üsul isə mən A-nın B-nin qiymətini artıq tapmışam da 35 ilə 15-dir. Onların vurğulara ayırıb sadə əkobun tapılması üsulu tapa bilərəm. 4-də elədi cavab C variantı. 5-ci sual. X bölünsün 13 bərabərdir 5, qalıq Y bərabərliyində X-in hansı qiymətlə qalıq ən böyükdür? Uşaqlar, qalıq həmişə mənim bölənimdən kiçik olur. Yəni, məndə burada bölən 13-dür, qalıq 12, 11, 10, 9, 8 və s. davam edə bilər 1-ə qədər. 1-də daxil olmaqla. Və məndə deməli, X-in bölünənimin ən böyük qiymətini istəyir. Bölünəni tapanda mən deməli, bölənimi vururam natamam qismində, üzərinə də qalığı gəlməliyəm. 13-ü 5-ə vuranda edir 65, üstə də Y-ı gəlməliyəm. Deməli, qalığın ən böyük qiyməti nədirsə, onu yerinə qoyanda mən X-in ən böyük qiymətini alacağım. Qalığı da ən böyük, əgər bölən 13-dürsə, qalıq 12 ola bilər. Onda yazıram 65 üstə gəlsin 12, o da edir 77. 6-cı sual. Deyir, bir çoxluğuna daxil olan neçə element 8-ə qalıqsız bölünür. 8-ə qalıqsız bölünənləri seçirəm. 16, 24 və 32. 3 dənədir. Cavab oldu C variantı. Daha sonra 7-ci suala baxıram. A, B, C və
B, A, C 3 rəqəmli ədədlərdir. Fərqləri 360 olarsa, A və B cəminin ən böyük qiymətini tapın. İndi açaq A, B, C 3 rəqəmli ədədin. Təklik, onluq, yüzlük. Olur 100A. Üstə gəlsin. Təklik, onluq, 10B. Üstə gəlsin təklik, C. Çıxılsın, mötərizə açıram. Təklik, onluq, yüzlük, 100B. Üstə gəl. Təklik, onluq, 10A. Üstə gəlsin təklik, C. Bərabərdir 360-a. Mötərizəyə qədər olan hissəni olduğu kimi köçürtürəm. Mötərizənin qarşısında mənfi işarə varsa, mötərizənin içərisi əks işarəni açılır. 100B müsbət idi, oldu mənfi 100B. 10A müsbət idi, oldu mənfi 10A. C müsbət idi, oldu mənfi C. Bərabərdir 360-a. 100A-dan 10A çıxanda qalır 90A. 10B-dən 100B çıxanda qalır mənfi 90B. C-nin biri müsbətdir, biri mənfi islah olundu. Bərabərdir 360-a. 90-dan ortaq vuruq çıxartsam, mötərizənin içərisində qalacaq A çıxılsın B, bərabərdir 360-a. A çıxılsın B, 90 vurmadır, vurma yerini dəyişir, olur bölmə. 360-ı 90-a böləndə düşür 4. Deməli, A çıx B fərqi mənə 4 verir. Deməli, A, B-yə qiymətlər verə gildi. B-yə 1 versəm, onda A alacaq 5. B-yə 2 versəm, A alacaq 6. 3 versəm 7, 4 versəm 8, 5 versəm 9, 6 versəm uşaqlar 10 alır. 10 artıq 2 rəqəmlidir. Mən də bilirəm ki, burada A da, B də, C də bir rəqəmdir. 10 isə rəqəm deyil. Bilirəm ki, 9 dənə rəqəmimiz var. Və burada A, B cəminin ən böyük qiymətini istəyir. Ən böyük qiymət də cəm burada 9-un üstünə 5 gələndə 14 edir. Cavab eləyir C, 14. 8 eləyir Venn diaqramında A və B natural olan sadə vurğularına görə ifadəsinin qiymətini tapın. Bizdə məxrəcdə əbob AB-nin kvadratı var. Mən bilirəm ki, əbob AB bərabərdir. Kök altında A vurulsun B bölünsün C-yə. Mən indi əbobun kvadratını tapsam, əbob kvadrat AB bərabər olacaq, yəni kök altı gedəcək, olacaq AB bölünsün C. Mən burada AB-nin qiymətini əbobun kvadratına bölməliyim uşaqlar. Onda AB bölünsün əbobun kvadratı yazıram. Deyirəm ki, mən kəsr xətti ümumiyyətlə bölməkdə. AB, əbobun kvadratı AB-nin yerinə burada AB bölünsün C yazıram. O da bərabərdir. AB, bölmə tərsinə çevirib vurma olduğu üçün tərsinə çevirirəm. C qalxır sürəti AB düşür məxrəcə. AB-lər ixtisar gedir. Cavab qalır C. C ortaq olmayan vurğuların hasilidir. Burada ortaq olmayan vurğuların hasilində 3, 5 və 2, 7 daxildir. Deməli 3-ü vuracam B, daha doğrusu 3-ü vuracam 5-ə. Onu da vuracam 2-yə və 7-yə. 3 vur 5, 15, 15-i 2-yə vuranda 30, 30-da 7-yə vuranda 210. Cavabım elədir 210. 9-cu sual. K üstə gəlsin 2 bölünsün 100 kaçdır 47 kəsirin tam ixtisar etdikdə n böl m kəsiri alınır. Əkob 7 üstə 10 alarsa və m n k-nın cəmini istəyir. Və bizə deyir ki, m də n də k-da natural ədədlərdir. İlk öncə əkob hissəsindən hesablayaq. Əkob bərabərdir. M üstü 5, M üstü 5 bərabərdir 7 üstü 10'dur. Mən 7 üstü 10'un yerinə yaza bilərəm 2 vurulsun 5. Və burada mötərizəyə alsam bunu, onda olacaq məndə əkob M üstü 5, M üstü 5 bərabərdir 7 üstü 2, 49'dur. 49 üstü 5. Deməli, M üstü 5 ilə N üstü 5-in əkobu 49 üstü 5-dir. Uşaqlar, üstə 5 olduğuna görə, deməli, M-lə mənim N-nin əkobu 49-dur. Hansı ki, ədədin əkobu mənə 49 verir. Və diqqətə almalıyım ki, tam ixtisar etdikdə sözü var burada. Tam ixtisar etdikdə N bölünsün M alınır. Tam ixtisar etdikdə o deməkdir ki, sənin aldığın ədədlərin burada kəsirin sürət məxrəci qarşılıqlı sadə ədədlərdir. Deməli, mən burada M ilə N-im qarşılıqlı sadə ədədlərdir və bu qarşılıqlı sadə ədədlərin əkobu 49'dur. Qarşılıqlı sadə ədədlərin əkobu da onların hasilinə bərabər olduğunu bilirəm. Deməli, M ilə N-in hasili 49'dur. Hansı iki ədədin, hansı qarşılıqlı sadə iki ədədin hasili 49 eləyir? 1 və 49'dur. İndi bundan istifadə edərək kəsri hesablayıram. Onda olacaq
K üstəgəlsin 2 bölünsün 100K üstəgəlsin 47 bərabərdir. Dedim n bölünsün m. Və şimdi hardan bilək ki, n 1'dir, yoxsa 49'dur. Baxaq, K üstəgəlsin 2 böldü məndə, yoxsa 100K üstəgəlsin 47. Baxın da görürük ki, 100K üstəgəlsin 47 daha böyükdür. Onu deməli, məxrəc məndə 49'dur, sürət 1'dir. Çarpaz vurub həll eləsəm, 100K üstəgəl 47'ni 1'ə vuranda edir 100K üstəgəl 47 bərabərdir. K üstəgəl 2'ni də 49'a vursam, eləcək 49K üstəgəlsin 98. 100K yerində dayanıb, 49K müsbətli yerini dəyişir olur mənfi 49K. 98 yerində dayanıb, 47 müsbətli yerini dəyişir olur mənfi 47. 100K'dan 49K çıxanda qalır 51K. 98'dən də 47 çıxanda qalır 51. 51'i də 51'ə böləndə düşür cavab 1. Deməli K 1'dir. N ilə M-in də tapmışam 1 və 49'dur. Mənə bunların cəmini istəyir. 1'in üstünə 49, 50, 50'nin üstünə 1, 51. 10-cu sual. N bərabər 2M və deməli bizdə 3 vurulsun əkob 3 üstəyin 5 üstəyin çıxılsın 2 vurulsun əbob 3 üstəyin 5 üstəyin bərabər 133'dür. M üstəgəl N istəyir. Deməli, ilk öncə burada harda N görürəmsə aparıb yerinə 2 yazacağım. 3 vurulsun əkob 3 üstündə 2M 5 üstündə M çıxılsın 2 vurulsun əbob 3 üstündə M 5 üstündə 2M bərabərdir 133'ə. Sonra 3 vurulsun əkob 3 üstü 2 uşaqlar edir 9 üstündə də M var. 5 üstü M çıxılsın 2 vurulsun əbob 3 üstü M 5 üstü 2 də mənə verir 25 üstündə də M var. Bərabərdir 133'ə. 3 vurulsun. Üstü M-lərə heç baxmıram. 9 ilə 5 üçün əkob tapıram. 9 ilə 5'in əkobu edir 45. Üstünə də qoyuram M-ini. Çıxılsın 2 vurulsun. İndi əbobunu tapaq. 3 ilə 25'ə baxıram. M-i sonra gətirib üstünə qoyacağım. 3 ilə 25'in əbobu, uşaqlar 3 ilə 25 qarşılıqlı sadə olduğu üçün mən də bilirəm ki, qarşılıqlı sadə edilən əbobu 1'ə bərabərdir. Olacaq 1. Yəni əbobunun cavabı uşaqlar 1'dir. 1'in üstünə gətirib M-i qoymağın mənası yoxdur. 1'in qüvvəti neçə olursa olsun, yəni 1 edir. Yəni mən 1'in neçə öz-özünə vursam, elə cavab 1 alacağım. Ona görə gətirib yerinə 1 yazıram. Bərabərdir 133'ə. 3 vurulsun 45 üstü M. 2'ni 1'ə vuranda edir 2, mənfi 2 yerini dəyişir olur, müsbət 2. 133'ün üstünə 2 gələndə edir 135. 45 üstü M bərabərdir. 3 vurmadır, yerini dəyişir olur, bölmə. 135'i 3'ə böləndə düşür 45. 45'in üstünə heç nə yoxsa deməli 1'im var mənim. Əsaslar eynisə üstləri bərabər olmalıdır. M bərabər olur 1'ə. Deməli olar burada M 1 imiş. N də 2M bərabər olduğu üçün, N 2M olduğu üçün 2'nə vururam 1'ə, eləyir 2. M deməli M 1'dir, N də 2'dir. N ilə M-in cəmini istədiyinə 1'in üstünə 2 gələndə eləyir 3. Sonuncu 11-ci sualımız deyir ki, əbob AB vurulsun əkob 300'ə bərabərdir. Mən bilirəm ki, əbob vurulsun əkob A vurulsun B-yə bərabərdir. Yəni həmin ədədlərin hasilinə bərabərdir. O da deyir ki, qiyməti 300'dür. Məsələn verib ki, S də 12'dir. Əbobu istəyir. Əbobun üstündən istifadə edəcəm. Əbob bərabərdir AB bərabərdir. Kök altında A vurulsun B bölünsün S. Bayağı da bu düsturdan istifadə eləmişdim. AB-ni yerinə qoyuram 300, S 12'dir. 312'yə böləndə düşür 25. Kök altı 25'dən də çıxır 5. Deməli əbobum olacaq 5. A variantı.